Hoş gördük sizi. Eviniz bərəkətli, ruzlu olsun. Kanalımın üzvləri və qonaqlarım. Bugün sizinlə fransız bageti hazırlayacağıq. İndi gördüyünüz kimi bizə lazım olan məmulatların qramları var. Deməyəsiniz ki, bax, suyu qramla yazıb. Stəkanı tərəziyə qoyun və suyunuzu çəkin. Bu xəmir bir azacıq incə-mincədir. Burada o yan bu yan olmasa sizin bagetləriniz düzgün alınacaq. Mən sizə suyu millilitrlə desəm çaşardınız. Amma stəkanınızı ya qabınızı qoyun tərəzinin üstünə, suyu ora tökün və düz 320 qram götürün. Soyuq su olsun. İsti lazım deyil. Soyuq deyəndə ki, otaq temperaturunda. Mayanızı əlavə edin, daha sonra şəkərinizi əlavə edin, duzu isə hələ əlavə etmirik. Undan biraz əlavə edirik, haradasa 1/3 və qarışdıracağıq. Yəni ki, acıtma xəmirdə necə eləyirik? O cürə qoyuruq unu və aparatı çalışdırıram. Siz isə qaşıqla ya çatalla qarışdıra bilərsiniz. Əgər aparatınız yoxdursa, mikser lazım deyil. Qaşıq ya çatal. Biraz qarışdırın, qoyun qalsın 5 dəqiqə. Artıq lazım deyil. Elə qarışdıranda görəcəksiniz ki, bax belə qabarcıqlar əmələ gəlib. İndi mən yaxınlaşdıracağım. Siz görərsiniz. Qabarcıqlar əmələ gəlməyə başlayır. Bu işarətdir ki, qalan unu əlavə eləyə bilərsiniz. İş burasındadır ki, bizim xəmirimiz 10 dəqiqə, 15 dəqiqə, yarım saat yox. Biraz çox mayalanacaq. Çünki indi bunların üsulu belədir də. Çünkisi elə budur. Neysə, qalan unumuzu əlavə eləyirəm. Gərək biraz axırda saxlayaydım. Qabaqcadan deyirəm, siz saxlayın 1-2 qaşıq. Baxın, əgər xəmiriniz boş olsa əlavə eləyərsiniz, olmasa saxlayarsınız. Mən isə nəsə çaşdım. Həmişə saxlayaram ha. Bu dəfə nəsə belə oldu da. Baxın, indi mən xəmiri arada yoxlayıram. Bax, görürsünüz, xəmirin hazır olub olmamağını yoxlayıram daha doğrusu. Mən xəmiri dartıram, o elə bil parçalanır. Görürsünüz, dili-dilidir qırağı xəmirin. Qopur. Deməli, xəmir hələ hazır deyil. Əlinizlə əgər yoğuracaqsınızsa, haradasa 10-12 dəqiqə yoğuracaqsınız. Bəlkə də 15. Yenə də deyirəm, undan asılıdır. İndi isə xəmirə fikir verin, görün necədir. Siz yoğurduqca onu bax, o belə bir hala gələcək. Yəni siz onu dartırsınız, o qopmur, o uzanır. Bilirsiniz də, xəmiri yoğurduqca illa da ki, çörək xəmirini çox yoğururlar. Əgər əsil çörək pişirirsinizsə, əlbəttə. Çünki elə adamlar var ki, xəmiri qoyur, unu qoyur, suyu qarışdırır, atdı tərəfə, xəmir gələcək. Yox, çörək elə olmalı deyil. Daha sonra bax, yenə də yoxlayırsınız, görürsünüz ki, bax, xəmiriniz hazırdır. Bir azacıq ya taxtanızı, ya dəzgahınızı unlayın, belə bir damcı cüzü daha un əlavə eləməyin. Qabıma biraz əllərimi yağlayıram, sürtürəm ora ki, yapışmasın. Yağsa da heç bir şey qoyulmur xəmirə. Üstünü örtürük. Xəmiri çox yoğurduqca onun tərkibində gluten əmələ gəlir və o elastikliyi o verir. Şəkər xəstəliyi olanlara bu ziyandır. Adi sağlam adamlar üçün isə buyurun, nə qədər istəyirsiniz, glutenli çörək yeyə bilərsiniz. 1 saat yarım keçdi, xəmirimiz bu cürə qalxdı. Biz onu nə soyuducuya qoymadıq, nə isti yerə qoymadıq, elə stolun üstünə dəsmal örtdük, qoyduq qalsın. İndi əsas məsələ odur ki, biz onu belə, necə deyim, ovuşturmuruq da, ancaq qırandan dartıb qatlayırıq. Dartırıq, qatlayırıq. Bunların xasiyyəti belədir. Dartırlar, qatlayırlar. İndi tərəzimi götürəcəyim və xəmirimi çəkəcəyim. Deyin niyə?
Baxın, kəsməyə başladım, sonra yadıma düşdü. Mən 4 dənə bageti birdən bişirəcəyəm. Onların hamısı bir boyda olmalıdır. Ki biri qızarıb, biri qızarmamış qalmasın. Yəni ki, onun üstü o qədər də vacib deyil. Əsas onun içidir. Xəmiri az-çox olmağından asılı olaraq birinin içi pişəcək, birinin içi pişməyəcək. Ona görə kündələrinizi eyni çəkidə eləyin və başınız ağrımasın. Mənim burada 880 qram xəmirim alındı. İndi onu 4 yerə böləndə 220 qram eləyir. 4 dənə 220 qramlıq bagetim olacaq. Daha doğrusu 200 qramlıq yəqin ki 20 qram da pişəndə suyu uçar da. Bəlkə də uçmaz, bilmirəm, mən çəkmədim. Birinci dəfə baget hazırlayıram. İstəyirəm ki, bunu biləsiniz. Mən də sizin kimi. Birinci dəfə hazırlayıram və sizə bunu çəkib göstərirəm. Baxın, xəmirimizi əlimizlə belə açırıq. Nə qədər istəyirsiniz basa bilərsiniz, amma ki kündələməyin. Baxın, belə götürürsünüz, gül ləçəyi kimi qatlayırsınız içəri. 4-5 ləçək təsəvvürünüzə gətirin, sonra çörürsünüz və onu saat əqrəbi istiqamətində belə bir balaca, mən çox fırlatmadım, onlar fırladırlar. Bir dəfə belə döndərdim belə. İkincisini götürürük, yenə də o cürə barmağınızı qoyun ortasına və ləçək kimi barmağınızın yanına qatlayın. Biz hər dəfə bunu belə qatlayanda onu iki xəmir layının arasında elə bil ki, konvert kimində arasında hava dolub qalır. Sonra da bu xəmir gəldikcə, istirahət elədikcə, baxın, indi mən düz eləmədim. Siz belə eləməyin. Yayın əlinizlə və qatlayın. Bilmirəm, bəlkə də elə də eləmək olar. Eləməmişəm, birinci dəfə eləyirəm. Gələn dəfə əgər eləsəm, baxaram və sizə deyərəm. Alınır kündəliyəndə, ya alınmır. Bilirəm ki, alınacaq. Amma ki, o üstündə bagetləri yeyəndə görürsünüz, belə xırt-xırt qabığı olur. Biz çalışırıq ki, o alınsın. Bunu o xırt-xırt çörək xoşlayanlar üçün pişirirəm və göstərirəm, öyrədirəm. Zarafat bir qırağa. Mənim özüm çox xoşum gəlir. Mənə elə gəlir ki, elə bütün Azərbaycanlıların xoşu gəlir. Çörək dükanının yanından bəlkə də heç çörək almayacaq. Çörəyin iyi neşidir. Gedir, alır. Elə əvvəl elə idi, indi də bəziləri eləyir. Çörəyin qırağını, illa da ki uşaqlar, çörəyin qırağından o qıraq yerini qopardır, xarta-xart yeyir. Bax, bu onlar üçündür. Bir salfan kuloka qoydum və yenə qoyuram qalsın, dincəlsin. Nə qədər? Çox qalmır burada, daha doğrusu. İnandırıram sizə, bişirdim və yadımdan çıxdı. Neçə dəqiqə mən o ikinci dəfə rastoykaya neçə dəqiqə qoydum. İndi baxıb deyəcəyim sizə. Yazmışam bura. Birinci dəfə qoydum. Bunu çox qoymuruq. Birinci dəfə qoymuşduq 1 saat yarım. Onu sizə dedim. İkinci dəfə isə elə onları yığdıq, qoyduq. Hardasa bir 10 dəqiqə, 10 dəqiqədən sonra çıxardırıq, bir-bir başlayırıq işləməyə yerə. Deməli, o birinci mərhələ idi, bu ikinci mərhələdir. İkinci mərhələdə hər kündəmizi götürürük. Birazcık kraxmal götürürəm mən. Onlar düyü unu ilə eləyirlər. Məndə düyü unu yoxdur, sözün düzü. Mən fikirləşdim ki, kraxmal işimə yaraya bilər. Deməli, bir dəfə qatlayırsınız, barmağınızla uclarını elə bil yapışdırırsınız. Daha sonra əlinizin bu ovucunuzun içi ilə belə, baş barmağınızın o qalın yeri ilə belə basırsınız xəmiri və üçüncü dəfə qatlayırsınız. Birincidə görürsünüz, məndə onlar deyən kimi alınmadı. Amma onların bəziləri elə belə eləyir. Mən fikir vermişəm. Bəziləri isə belə eləmir. Və mütləq katan ya pambıq bir dəsmal götürürük. Onu bir balaca mən unlamadım, daha doğrusu kraxmalladım. Onlar çoxlu un tökürlər. Xoşlamıram çörəyin üstündə un olanda. Ağaq, bir damcı üzündə olsa, hə. Amma ki, onun altında o qaldırırsan, adamın əti ürpəşir. İkincisini
eləyirəm. Kraxmal eləyəndə, daha doğrusu nişasta eləyəndə o cür vəziyyət alınmır. Daha çox əlinizə yapışır. Baxın, əsli budur. Budur, sonra əlinizin içi ilə basırsınız. Sonra bu birisi tərəfi. Buna bagetin tikişi deyirlər. Daha sonra bunların ikisini, o iki qatladığınız qalır içəridə və ağız-ağıza, qırağa belə eləyirsiniz. Amma bu cürə yox, elə stolun üstündə, ya taxtanın üstündə qalır. Birini götürüb öbürsünün üstünə qatlayırsınız və əlinizin içi ilə basırsınız. İndi axırıncıda mən tamam dəqiq düz eləyəcəm və siz onu görəcəksiniz. Bu axırıncıdır. Diqqətlə fikir verirsiniz. Əlinizi bir balaca unlayın, xəmirinizi düzəldin, dörtgüncü olsun və başlayın onu qatlamağa. Mən onu çevirdim. Çünki mən o üçün eləyincə bu xəmir elə bil ki, özündən gedir. Qalıb çalpanın içində. Baxın, diqqətlə baxırsınız. O təkcə qatlamaqla qalmırsınız. Mütləq əlinizin içi ilə də basmalısınız onu. Niyə görə bilmirəm. Baba bu hissə ilə onlar basırlar. Belə-belə. Daha sonra da bu cürə yenə də bu belə qatlayırlar, belə də basırlar. Yenə də belə basırlar. İndi bilmirəm. Bizdə də hamı təndir çörəyin cürə-bacır eləyir təndirə yapanda. Bu axırıncı idi. Bunu da indi o birisi xəmirlərin yanına qoyacağım. Deməli, dəsmalın üstünə qoyuruq və unlayırıq dəsmalımızı mütləq. Vaxtınız varsa qoyun biraz qalsın. İş taxtanızın üstünü yığışdırın, səliqəyə salın və listinizi hazırlayın. Listin üzərinə mütləq kağız salın ki, çıxardanda sizə rahat olsun. Xəmiriniz listə yapışmasın. Çörəyiniz, bagetiniz. Çünki bagetləri belə deşik-deşik listlərdə bişirirlər. Evlərdə əlbəttə belə yoxdur. Ona görə elə kağız salsaq bizə kafi olar. Hardasa bir 5-10 dəqiqə keçir və xəmir elə bil ki, dincəlir. Onu daha çox uzatmaq mümkündür. Götürürük və başlayırıq üçüncü işi, üçüncü etapı. Bu cürə uzadırıq onu, yəni ortadan yayırıq qıraqlara doğru. Fikir verin, orta, qıraq, hamısı bir qalınlıqda olsun. Birincisi həm gözəl olur, həm də ki, yaxşı pişir də, hər yeri eyni ilə pişir. Baxın, listə qoyanda çörəyinizi belə qoymayın. Bu düzgün deyil. Laf siz onu düzəltsəz də, düzəltməsəniz də o qalacaq dibdə və çox pişəcək. Bu tərəfdəkilər isə az pişəcək. Bir dənə olsaydı, heç vecinizi almayın. Axı siz 200 qram pişirməyəcəksiniz. Heç olmasa yarım kilo ondan pişirəcəksiniz də. Deyəcəksiniz, əlimi bulaşdırıram, elə bir dəfəlik olsun. Bu ikincisi, dəsmalla çox rahatlıqla bunu belə əzmədən, əymədən, sürüşdü getdi, çıxartmaq olur. Tərifləmək istəyirdim, görürsün, oldu. Yəni ki, pis bir şey olmadı, əyri düşdü. Ortadan yayırsınız qıraqlara doğru, açırsınız daha doğrusu. Və salam, hazırdır. Və axırıncısını da indi boşaldıram. Görürsünüz, rahatlıqla çıxır. Bilirsiniz, mən deyirsiniz, ay nə oldu, nə tez oldu, bu axırıncı oldu. Kəsirəm, siftə yazıram, sonra kəsirəm və səsini tamam yığışdırıb təzədən danışa yazıram. Söhbət orasındadır ki, dünən bir-iki adam mənə yazır ki, siz çəkəndə bəyəm səsi yazmırsınız. Nə mənası var? Takka durub kuxnyada
Taxta belə gəldi, oxlay belə taqqıldadı, maşın belə dırdır elədi, beyin aparmağın mənası yoxdur. Musiqi qoymağı da əvvəl qoyardım, indi musiqi qoymuram. Onsuz da hamımız yoruluruq, hirslənirik, uşaqlarla, nə bilim, işdən gələn olur və ya ailələr çox uşaqlıdır, cürəbəcür hallar olur. Sakit-sakit baxın, nə lazımdır, necə deyirlər, öyrənin. Daha sonra bıçağımızı götürürük, iti bıçaq olmalıdır və onunla belə cızıqlar atırıq. Cızığı tən ortadan düz də atmaq olar. Düz, tən ortasından bir cızıq da ata bilərsiniz. Mən bu cürə xoşlayıram. İndi sizə o dediyim hər tərəfi xırt-xırt eləyən, kıtır-kıtır, hər tərəfi qarboşka olan, hər dildə dedim, türkdə də dedim, rusda da dedim. Qıyçını götürürük və bunu belə kəsirik. Hər kəsdiyimizi birini sola, birini sağa çeviririk. Birini sola, birini sağa. Bişəndə bizim bu çörəklərimiz belə əla, gözəl, xırt-xırt çörək alınacaq. Hər tərəfi xırt-xırt. Vəssalam. Nə üzərinə yumurta çəkirik, nə qatıq çəkirik, nə smitan çəkirik, nə yağ çəkirik, heç bir şey çəkmirik. Üstünü necə deyirlər, cıza-cıza deyirəm, altını cıza-cıza deyirəm. Heç nə çəkmirsiniz, su da çiləmirsiniz. Bir azacıq un götürün və üzərinə səpin. Onu eləməsəniz də olar. İndi necə deyirlər, olar eləyir, mən də elədim. Birinci dəfə eləyirəm axı. İkinci dəfə mən bunu eləmərəm ki. Yox, yəni ki, unu səpmərəm. Amma çörəklərdən çox xoşum gəldi. Biz çörək deyirik. Mən istədim baget sözünü Google tərcüməsindən tərcümə eləyim. Tərcümə eləmədi. Elə tərcüməsi bagetdir. Vəssalam. İstəyir rus dilindən fransız dilinə, istəyir fransızdan rusa, rusdan Azərbaycana. Heç fərq eləmədi. Elə bagetdir ki, bagetdir. Heç biri yazmadı ki, bu çörəkdir. Ay, başa dönün, bu çörəkdir də. Oldu, zarafat bir qırağa. Gəlirik. Duxovkaya, sobaya. Hazırladığımız bagetlərimizi soyuq sobaya qoyuruq. Çünki bizim bagetlərimiz hələ bir 45 dəqiqə burada istirahət eləyəcək. Bəli, bu nazlı qozlu bagetlər neçə dəfə istirahət eləyirlər. Ay balam, fransız ki, fransız. Lakin sobamıza bir qabda isti su qoyuruq ki, onun buxarı olsun. Bagetlər qurumasın. Çünki onları görürsünüz, üstü açıqdır. Və gözləyirik 45 dəqiqə. 45 dəqiqə keçəndən sonra bagetləri çıxardıq. Bir istiliyə davamlı qaba su tökürük yenə də. Və sobamızı 250 dərəcəyə qoyuruq. 250 dərəcə qızmalıdır sobanız. Qızandan sonra bagetlərinizi yerləşdirirsiniz sobaya. Su içində qalmaq şərti ilə. Və 25 dəqiqə bişiririk. 25 dəqiqə bitdikdən sonra 80-70 dərəcəyə qoyuruq və yenə də 10 dəqiqə saxlayırıq. Bagetlər hazır, götürə bilərik. Baxın, gözəl oldular. Xoşum gəldi. Mənim xoşum gəldisə, sizin də xoşunuz gələcək. İndi mən istəyirəm ki, siz bunun necə xırt-xırt olduğunu görəsiniz. Kameramı çevirirəm sobadan stolumuzun, mizimizin üstünü görsün. Və bagetləri setkanın üstünə qoymalıyam ki, onlar soyusunlar. Ay aman, necə istədilər. Baxın, bir-bir götürürəm və ikincisini götürə bilmədim. Dəsmal götürüm, dəsmalını çıxardım. Həmin o üstündən tökdüyümüz unları görürsünüz də.
Nə bilim, bəzəkdir, formadır, bilmirəm. Gələn dəfə onu eləməyəcəm. Bu 2, bu da 3. Bu isə bizim axırıncı, lap çox xırt-xırt olan bagetimiz. Listimi götürüm. Və görürsünüz, elə bil ki, bulkaları yan-yana yapışdırıb qoymuşam. Onu cürbəcür formada kəsmək olar qayçı ilə. Sözün düzü. İndi mən belə kəsdim, nəsə ağlıma belə gəldi. Yəqin belə görmüşdüm. Baxın, burada 6 dənə. Hesab eləyin ki, ortası olmayan, elə hər yeri qıraqdır. Harasından şey eləsəz, baxın, qıraqdır. İndi deyəcəksiniz, ucdan götürdün, əlbəttə qıraq olacaq. Yox, elə ortadakılar da belədir. Qəşəngcə pendir götürdüm, yağ götürdüm. İndi görün, mən bu bageti kəsəcəyəm və içinə yağ, pendir qoyacağım və tamına baxacağım. Aman, 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 nə ləzzətlidir bu. Bəh, 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 bəh. Doğrudan da ləzzətlidir. İndi mən sizə bir şey deyim. Mən adətən evdə bişmiş çörək yeyəndə mayalı çörək deyək. Biraz azıcıq elə bir gastrit var. O çörəkdən sonra mədəm turşuyur. Amma bu çörəyi mən yedim. İndi yazıramda üstündən bir 2-3 saat keçib mədədə turşuma, qıcqırma heç bir şey yoxdur. Ona görə məsləhət görürəm, pişirib yeyə bilərsiniz. Can sağlığı ilə. Hələlik bu qədər. Xoşunuz gəldisə yenə gəlin, gözləyəcəyəm. Deyirəm, bir dəfə evdə maya hazırlayaq özümüz. İnşallah səbrim çatsa hazırlayarıq. Çünki bu çox uzun prosesdir. Yaxşı, hələlik sağ olun, sağlıqla qalın. Sevin, sevilin. Görüşərik.